Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə o çalışmalıdır. Bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. İclasda əmək məcəlləsində əhalinin sağlamlığının qorunması haqqında, özəl tibb fəaliyyəti haqqında və dərman vasitələri haqqında qanunlarda dəyişikliyin müzakirəsi zamanı Musa Quliyev bildirib ki, yaş məhdudiyyəti gənclərə daha çox yol açılması üçün qoyulub. Amma biz bunun alternativi haqqında daha çox iş yeri açmaq barədə düşünməliyik. Nəinki yaşlı insanları məcburi işdən uzaqlaşdırmaq. İqtisadiyyat Nazirliyimiz var. Onlar hesablamalıdırlar ki, hər il əmək bazarına 100 min və daha çox gənc gəlir. Biz onları daha yaxşı işlərə, daha yüksək maaşlı işlərə yerləşdirməliyik. Nəinki sertifikasiya, yaş məhdudiyyəti kimi bəhanələrlə. Biz qəbullara gedirik. Ölkədə orta ömür artır. İnsanlarımız sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə də biz aktiv məşğulluq tədbirləri barədə düşünməliyik. Nəinki yaşlı insanları məcburi istifaya göndərməklə gənclərə yer açmaq. Hər il əmək bazarına 100-120 min gənc gəlir. Onları daha yaxşı və yüksək maaşlı yerlərə yerləşdirməliyik. Onları işlə təmin etmək sertifikasiyadan kəsilmələrindən daha önəmlidir. İnsanlar sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə də aktiv məşğulluq tədbirlərini artırmağı düşünməliyik. İnanıram ki, təkliflərimiz hökumətin də diqqətinə çatdırılacaq, deyə Musa Quliyev bildirib. Komitə sədri həmçinin bakalavr təhsilli olanların ailə həkimi işləməsinə icazə verilməsini də təklif edib. Tibb Universitetinə ildə 1200-1500 nəfər bakalavr pilləsinə qəbul olur. Rezidenturaya isə 500-600 nəfər. Yerdə qalan bakalavr məzunları yerləşə, hardasa işləyə bilirmi? Təklif edirəm ki, ailə həkimlərinə bakalavr təhsilindən sonra işləməyə imkan verilsin. Ya da ayrıca ailə həkimi ixtisası yaradaq. Regionlarda həkim çatışmazlığı var. Bakalavr pilləsini bitirənlər təcili yardımda işləyir. Digər yerlərdə çalışmaq üçün isə rezidentura təhsili istənilir. Ona görə də təklif edirəm ki, bu şansı ailə həkimlərinə də verək ki, bakalavrı bitirənlər ailə həkimi işləyə bilsinlər, deyə Musa Quliyev əlavə edib. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Jalə Əliyeva isə Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılmasını təklif edib.